Bəzi insanlar elə düşünürlər ki, qənaət kasıblığın bir əlamətidir, amma bunun tamamilə əksidir. Qənaət pulun idarə etməyin bir sübutudur mənə görə. Kasıblıq bilirsiniz nədir? Kasıb düşüncə bilirsiniz nədir əslində? İndi xərcləyim sonra baxarıq. Amma ağıllı düşüncə odur ki, mən indi planlayım ki, sonra daha rahat olum. Bunu idarə etməyi bacarığının özündə formalaşdırmalısan ki, ayda çox yaxşı formada yola verə biləsən. Buna görə də birinci növbədə sənə gələn gəliri, bu ola bilər kirayədir, bu ola bilər dividenddir, bu ola bilər biznesdən gələn puldur, bu ola bilər maaşdır. Sənə gələn gəliri birinci planlamalısan ki, bu gəliri necə istifadə edəcəksən? Yığım, investisiya, kreditlər və xərclər. Bunun içərisində mütləq ki, xərclərini də planlamalısan. Aylıq xərclərin nələr olacaq? Neçə faizini qoyursan fövqəladə ehtiyat fonduna? Neçə faizi sənin gözlənilmədən xərclərin ola bilər? Əgər bunları çox doğru formada planlaya bilərsənsə, sən ayında çox gözəl formada keçirə bilərsən. Buna görə necə deyirlər? Büdcə planlanması pulunu idarə etməyin ən vacib şərtidir.